geyimləri. Təbiətin obrazı insan məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsusiyyətləri eynidir. İstifadədə rahatlıq, gözəllik və rəngarənglikdir. Mürəkkəbliyi və gözəlliyi geyim fərqlənən qadın geyimləri rəngarəngliyi ilə əlvan dad çeşidlərini, yanıqlarını, yaşılığını qurub, çağın al-qırmızı rənglərini xatırlanırlar. Qadın üstünlüyü sözlərdə onun çox qalxıqlı, və şöbüsünün olması iyidir. Geyməyi, ağlalı, səslər, ləbətlər, bildiği, külədir və eşləşdən ibarət olardır. Altdan və zərfara qazılarda düşərdir. Ağ yolcu göz, qari başı və küləşəri daha çox istifadə olmalıdır. Qadın geyimində bəzi şəhət uzun oynayırdır. Nəsillərə ötürü bu məlumatlar ilə ailəyə məxsus idi və təbii əməkları simvolizə edən daşları işlənirdir. Sırdan asılan təmayül xüsusi əhəmiyyət kəsb edərdir. Bədiyyəyə oxşasa da onun əsas qüdrəti bədənlərdən qorumadır. Təmayülə ən qiymətli miras bir nəsildən nəslə verərlər. Üst geyimi yüksək atmaz çatal və digər atmazlardan düşürərdir. Papaq üst köynəyi, arxalı sərkən, tufar, sildik və şalvar kişi geyiminin əsas hissələriydi. Malların məşğul olanlar yaxıcı geyərdilər. Yağış və qar suyu keçirməyi insan üstündən soğuk və çəkən boyu yaxınca həm də yoğulan düşür kimi istifadə olmalıdır. Tufar kişi geyimi, bəzəli və sərkəndi adlanırdır. Bir hissədən düzməli və ya qırtılı olardı. Tülə və mamut kimi parçalarının hazırlanardı. Ağ tufar, bəxtəvərlik qara tufar və dimdik əlaməti idi. Kəmərdən və xəzər silah asılardı. Məişət və mədəniyyət əksəkdirən izləyən əsərləri tarixi qramlı sahibdir. Bu əsərlər müxtəlif üsullar olsa da, onları güzəl